Tula, dəyərli müsəlmanlar, Mizan Yardım Qrupunun üzvləri, Allah sizin malınıza, əhlivizə bərəkət versin. Hər həftə olduğu kimi yenə də Allahın izni ilə, lütfü ilə, rəhməti ilə bugün də mayın 2-sidir, həftənin şənbə günüdür. Mizan Qrupu tərəfindən ərzaqlarımız alınıb, bu cür gözəl şəkildə paketlənib, Allahın izni ilə, rəhməti ilə və buradan inşallah bir ehtiyacı, zəif, yaşlı, xəstə müsəlmanlara bu ərzaq paketlərimiz veriləcək. O müsəlmanlar, o bacılarımız, qardaşlarımız şansı ki, gəlib götürə bilmirlər. Onların isə ünvanlarına inşallah çatdıracağıq. Allah sən qəbul etsin. Çox xahiş edirəm, paylaşımlarda aktiv olun. Sizə atılan elanları, videoları paylaşın ki, daha çox müsəlman ailələrinə daha çox ərzaq yetsin. Allah sən razı olsun. Əssəlamu aleykum. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün mayın 2-si 2026-cı il. Əlhəmdə ərzaqlarımız alınıb, paketlənib. İnşallah gün ərzində faydalanacaq. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin.